Xoş gördük əziz dinləyicilər. Venezuela ətrafında baş verən həyəcan Hind okeanına doğru gəldiyini biz tam hiss eləyə bilərik. Bir neçə gündür ki, bilirsiniz Trump İranda nümayiş edən insanların öldürülərsə biz İrana müdaxilə eləyərək kimi açıqlamalısı və onun ətrafında ondan sonra da baş verən hadisələr. Bu günləri mən flight radarın da deməli radar şəkillərini paylaşacağım və görəcəksiniz yuxarıda. Amerikanın artıq kəşfiyyat təyyarələri, kəşfiyyat puaları o trayektoriya üzərində hərəkət eləyir və kifayət qədər çoxalıblar. İstər Amerikada, istər İngiltərənin Sun nəşri olsun, istərsə Kürd mətbuatı olsun, istərsə də dünyanın başqa mətbuatı da bu barədə məlumatlar verir ki, artıq Amerika öz dəstələrini, xüsusi təyinatlarını da İran körfəzinə, yəni Fars körfəzinə doğru çəkib. Bilirsiniz, orada kifayət qədər Amerikanın güclü bazaları var və Sun nəşrinin bir məlumatına görə də məhz Amerika öz qüvvələrini Britaniya və Almaniya istiqamətinə gətirib ki, müəyyən hazırlıqlar getdiyinin biz şahidi oluruq. Baxın, nəyin bahasını olursa olsun, mən bu barədə diktaturadan danışanda, diktatorluqdan danışanda o mənada demək istəyirəm ki, diktatorlar satqınlığa meyillidir və İranın daxilində nə qədər satqının olduğunu da yəqin ki, şübhə etməzsiniz. İstər Hamas liderinin öldürülməsi, istər Sepahın generallarının öldürülməsi. Yəni bu günləri İranın ərazisində əgər PUA fabrika açıb və daxildən qalxıb nələrsə eləyirlərsə, demək ki, Amerikanın, daha doğrusu İranın tərkibində, elə Sepahın içində kifayət qədər satqınlar var və bu satqınlar sabah hər hansı bir hərəkətə keçdikdən sonra İranın və ya da Xamneyinin heç bir lüksü yoxdur. Bütün bu hazırlıqlar, bütün bu gedişat onu göstərir ki, İran ətrafındakı çəmbəri çox daraldıblar və istənilən vaxtı bir əməliyyat olaraq keçirilə bilər. Nəzərə almaq lazımdır ki, Venezuelada necə kəşfiyyat apardılarsa, bugün Amerikada, Fars körfəzində bu çoxdandır var, İran sahillərində bu çoxdandır var və mən deyərdim ki, bu günləri İranın daxilini öyrənmək Venezueladan belə çox asandır. Niyə görə? Çünki Venezuelada hava hücumundan müdafiə sistemləri kifayət qədər güclüydü. Rusiyadan, Çindən kifayət qədər müdafiə sistemləri almışdı və Maduronu xüsusi dərs keçmiş Kubalı insanlar, Kubalı xüsusi təşkilat, xüsusi təyinatlı qüvvələr qoruyurdular və yaxşı gizlədirdilər. Amma nəzərə almaq lazımdır ki, İranda bunlar da yoxdur. İran hava hücumundan müdafiə sistemləri də kifayət qədər bərbaddır. Zaten Venezuelada nə qədər olmasına baxmayaraq nə qədər bərbad olduğunu biz gördük. Yəni İran daxilində bunu etmək daha asan olacaq, daha tez öldürüləcək. Bu günləri İranda ideoloji bir dövlət var. Əlbəttə bu ideoloji dövlət İslama, yəni firqəçiliyə, şiəliyə əsaslanır. Əlbəttə kifayət qədər tərəfdarları da var. Kifayət qədər necə deyirlər, inqilabı dəstəkləyənlər də var. Amma unutmayın, bu birmənalı surətdə belədir ki, unutmayın ki, diktaturalar satqınçılığa meyillidir. Diktatorların içərisində satqın insanlar tapmaq mümkündür. Bu günləri Maduro məsələsində də biz görürük ki, elə onun öz vitse-prezidenti bu satqınçılıqda kifayət qədər yaxşı rol alıb. Və bu günlərdə İranda da bu belədir. Əgər İranın ən layiqli qonağı olan Hamasın liderini və yaxud da onun baş qərargah rəisini arvadının yanında partladıb öldürürlərsə, inanın mənə, İranda bu insanları mən böyük ehtimalla oğurlanmağını düşünmürəm. Bu insanlar nöqtə atışı ilə tez bir zamanda məhv ediləcəklər. Proses buna doğru gedir. Ona görə də nəyin bahasına olursa olsun diktatura olmaz. Diktatorlar özlərinə güvənməməlidir. Çünki diktaturada satqınlar çox olur. Çünki o satqınlar da gözəl bilirlər ki, diktatorun xalq tərəfindən heç bir elektoratı, heç bir gücü yoxdur. Ona görə də gücsüz olanı, xalqın ətrafında durmadığı bir lideri satanlar da çox olar. Təşəkkür edirəm diqqətinizə görə.